Salam dəyərli izləyicilərim, hamınızı salamlayıram. Videonun əvvəlində sizə dönə-dönə demək istəyərdim ki, zəhmət olmasa videonun altında like knopkasını basın, kanala abunə olmağınızı basın. Nəyə görə bunu izah edirəm həmişə? Yığmamışdan, bilirəm bəzi adamlar yığa-yığa baxır videonu. Yığmamışdan fikir verin ki, mən sizə deyim, mənim statistikama baxıram, 81% insan mənim videolarıma, kanalıma abunə olmadan baxır. Yəni 10 nəfərdən 8 nəfər abunə olmur. Vallahi abunə olmaq elə böyük problem deyil. Siz abunə olanda həm mənə dəstək olursunuz, həm məni həvəsləndirirsiniz, həm də gələcəkdə siz özünüzə də xeyir edirsiniz. Sizin qabağınıza ancaq maarifləndirici videolar çıxacaqdır. Bunun üçün çox xahiş edirəm. Abunə olun kanala, like verin kanala, yaxınlarınızla paylaşın kanalı. Daha çox insanlar bizi tanısın və sizin abunə olan insanların dəstəyinə görə mənə artıq Azərbaycan mətbuatında da paylaşırlar, xəbərlər kanalına da çıxıram. Yəni bunların hamısında yenə də dediyimi deyirəm. Heç kim mənə artıq əksik pul verib, yəni pulla məni ala bilmir. Nəyə görə? Ona görə ki, mənim ekspert мнением, mənim öz fikrim, mənim subyektiv araşdırmalarım pula satılmaz. Bunu dedim, yəni qarşı gedək. İndi bugünkü videomuz nədəndir? Baxın, belə bir məhsuldan çəkmək istəyirəm sizə videonu. Əslində Azərbaycanda saxlanan qaymaqlardan sizə video çəkmişdim. Və Azərbaycanda bütün satılan qaymaqları alıb yoxlamışdım, sizə göstərmişdim. Təəssüflər olsun ki, çox insanlar onu görmədi, baxa bilmədi. İndi mən ya sağda, videonun sağında, solunda göstəriləcəkdir, link olacaqdır. Barmağınızla vurub ona tam baxa bilərsiniz, izləyə bilərsiniz. Bu isə nə deməkdir? Bu o deməkdir ki, Azərbaycanda şirniyyat evləri, kofe shoplar, nə bilim, tort satan yerlər, hamısı belə bir məhsullardan bəzəkli, düzəkli, qoyma harayla tort hazırlayıb satırlar. Açıb, yəni iyini də iyləsək, gözəl iyilənir. Yiyən də deyir ki, qaymaqdadır. Əslində qaymaq deyil. Baxın, bura halal da yazıblar. Əslində halal yazanlara din əhlinə demək istəyirəm, namaz qılan insanlara demək istəyirəm. Halal yazılmaq o deməkdir ki, sizə bu halaldır, amma zərəri yoxdur. Əslində bu zəhərdir. Bu rəsmi şəkildə, yəni demək istəmirəm ki, kimsə qanundan qaçır, zəhər satır. Xeyr, əslində bunun tərkibində o qədər zərərli şeylər var ki, mən sizə deyim, qaraciyər üçün, mədə bağırsaq üçün, mədədə rak əmələ gəlmək üçün, yəni onkoloji xəstəliklər üçün, bunların hamısına belə bir şeylər fəsadları gətirir, ona çıxardır. İndi isə mən sizə nəyi ayrı göstərəcəkdim? Baxın, tort hazırlayanda, tortların şirniyyat evləridir, nə bilim, az zadı, bez zadı, 5000 daddır, 1001 daddır, 5000 daddır, nə bilim, 52.000 dənə adları var. Hərə bir ad qoyur, gətirir margarindən, gətirir belə bir şeylərdən. Margarini də ona görə stola qoymuşam. Belə bir şeylərdən tort, siz elə bilin ki, belə bir şeylərdən tort hazırlayıb sizə satırlar. Siz uşaqlarınızın, özünüzün harasa qonaq gedəndə əlinizdə tort alıb gedirsiniz ki, şirinliklə gedirsiniz. Özünüzə, belə deyək, keyfinizə gedirsiniz, udavoystvo dastavlət eləyəsiniz. Əslində elə deyil. Siz elə bilin ki, gedirsiniz, oturursunuz, üzr istəyirəm ifadəmə görə, çayla zəhərlənirsiniz. Yəni bu zəhərdir. Sabahsı günləri, həmən indi kommentariyada insanlar çıxıb deyəcəklər ki, yox, sən nə danışırsan, biz bundan həmişə yeyirik, o tortlardan yeyirik, heç nə olmuyor. O birdən-birə olmur. Günlərin bir günündə oturursunuz evdə, bir çay içəndə, bir yemək yeyəndə, ay buram ağrıdı. Deyirsiniz, gedirsiniz doktora, doktor sizə deyir ki, filan yerində filan xəstəliyi var, filan yerində filan xəstəliyi var. Oturub düşünəndə bilmirsiniz o xəstəliklər nədən gəlibdir. Əslində xəstəliklər ondan gəlir ki, ilk öncə nəfəs aldığımız havadan, hava da Allaha min şükür Azərbaycanda gözəldir. İkincisi, yediyimiz qidadan. Qidalar hamısı gəlir bizim bağırsağımızda, bədənimizdə, qaraciyər. Qaraciyərimiz bizim orqanizmində nəyi daşıyır? Bizim bədənimizdə. Elə bilin ki, qaraciyər böyük bir filtrdir. Görürsünüz, dəyişilməz bir filtrdir. Nəyə görə demək istəyirəm? Görürsünüz, fikir verin. Avtomobildə yağı istifadə eləyəndə, yağı dəyişəndə filtr də dəyişirsiniz. Amma insan olan şəxs qaraciyarını dəyişə bilmir. O elə bil ki, bizim orqanizmimizin filtridir. Mən indi sizə göstərəcəm bunu açıb. Baxın, əsl süd, bunun tərkibində süd də yoxdur. Qaymaq adından bunu qələmə verirlər, bu zəhəri satırlar, cəmaatı zəhərləyirlər. Mən yəni kommentariyada sizə buraxıram belə şeylərlə tort hazırlayıb satıb insan zəhərləyənlərə rəyləri siz bildirin.
Mən onsuz da bu videoda desəm daha acı çıxacaqdı. Nəyə görə? Ona görə ki, Azərbaycanda nə qədər insan xəstə doğulur, inkişaf eləməmiş doğulur, dişsiz doğulur, qılçasız doğulur, nə bilim, ürəyində parok serçə deyirlər, bundan doğulur, şəkərli doğulur. Yəni o qədər problemlər əmələ gəlir ki dünyada. Baxın, indi göstərirəm. Dünyada deyəndə Azərbaycanımızda. Bax, açıram ağzını. Bax, fikir verin. Bax, cənnət iylənir, super. Əsl qaymaq deyək də, qaymaqdan başı çıxan insanlar biləcəkdir. Bax, tökürəm bura. Bax, gördünüz, süt kimi tökülür. Fikir verin. Tökülür, düzdür? Bu nədir? Əslində, səmimi də deyirəm, bu elə bilin ki, sıf yağdır. Baxın, bax, görürsünüz, süt kimi töküldü. Mən indi bunu durub nə edəcəm? Siz zəhmət olmasa baxın. Gördünüz bunu? İndi sizin gözünüzün qabağında bunu adi vençiklə çalxalayacağım. Bir dəqiqə. Baxın, görün, bir dəqiqədən artıq keçmədi. Həmən o tort pişirənlər dediyi qaymaq. Amma əslində burada südün əsri əlaməti yoxdur. Əsri əlaməti yoxdur. Barmağımı da batırdım. Heç nə olmaz. Əsri əlaməti yoxdur. O birisi videomda həmən o yuxarıda deyilmi bir də çıxacaqdır. Bu tərəfdə. Kameramanımız göstərir, deyir bu tərəfdə çıxacaq. Orada baxa bilərsiniz. Dəqiqə əsl qaymaq necə olmalıdır onu da göstərirəm. Yəni bax bunu bax həmən bu tökülən bax belə bir dəqiqəyə heç bir əsl qaymaq da əsl qaymağı, kənd qaymağı da belə vəziyyətə düşə bilməz. Bu təsəvvürünüzə gətirin ki, nədir? Bu yağlardır. Hidralaşdırılmış yağlardır. Bağışlayın, dilim tutmadı. Hidrolizirованное maslo. Yağlardır. Bunların hamısını belə yaxırlar. Camaat da gəlir bunu götürür. Bu irgənci zəhəri. Axır ki, parmağımı silməyə yolunu tapdım. Bu zəhərlə, bu zəhər yaxılır. Mən sizə göstərəcəm. Görürsünüz, belə bir şey də almışam. Baxın, asıram bunu. Bizə dəqiqə. Açın. Bu nədir? Bu həmən o tort hazırlamaq üçün olan haqq hesabdır. Yəni tortlar da belə hazırlanır. Bax. Tamam, lay. Mən indi götürüb buna yaxsam bir. Görürsünüz, tortun xəmiridir. Və fikir verin. Bax. Götürürəm bundan. Bizə dəqiqə. Baxın, kameramanımız mənə qaşıq verdi, ona görə pauza qoymuşduq. Bax. Yaxırıq bunu. Yaxdıq. Tort pişirənlərdə həmən usuldur. Prosta mən bunu əlimlə zbivat elədim. Mikserlə 30 saniyə, 1 dəqiqəyə hazır olur. Bunu da qoyurlar bunun üstündən. Bax. Bu xəmirlə, yəni onlar evdə də hazırlaya bilərlər xəmiri. İyiliysən adamın ağzının suyu axır. Nəyə görə? Mən də insanam. İyi reseptlərimi heç kim atminit eləməyibdir. İyilənir, dadır. Amma bu zəhəri mən yemərəm. Hətta bu xəmirdir də, çörəyi hayf eləmirəm. 2 dənəsini belə deyək, şey elədim. Bunu yığışdırıram, bu xəmiri. Bizə dəqiqə. Bunu xəmiri yığışdırar. Onun ki, bundan başqa şey pişirərəm. Baxın, həmən bunu, bax bu zəhəri belə bir zəhərlə, belə bir qaymaq deyib, bizdə qaymaqlı tortdur. Nervimə işləyən odur. Hansı tort mağazinə gedirdim, deyirdim, ay xanım, bu qaymaq da ölü. Niyə insanlara yalan danışırsınız, niyə belə eləyirsiniz? Camaat, sizə nə dəxli var mənə deyilirdi. Dəxli odur ki, belə şeylərdən alıb öz evladlarınızı, öz körpələrinizi, özünüzü zəhərləyib, belə şeylərdən zəhər yeməyin. Onu demək istəyirəm. Sonra sizə göstərəcəm, hələ bundan əlavə nə əlavə edilir. Götürürlər, bu tort pişəndə mən sizə naqliyyatını göstərirəm. Bu tortdur. Sonra götürürlər bu super margarini. O çox yox, 99% Azərbaycanda şirniyyat evləri nə danışırlar? Balamın canı üçün bizdə ankor yağındandır. Belə deyirlər. Üzr istəyirəm. Yəni mən cıcırıvıt eləyirəm, göstərmirəm.
Bax, bizə dəqiqə kameramanımız mənə bir dənə bıçaq versin. Kameramanımız bıçağımı verdi. Kısaca bıçağı təzə almışam. Bax, kəsirəm bunu ki, qabıma yerləşmir. Bu da zəhərlərdən növünün suni bir yağlardan biridir. Bu suni süd olaraq, suni qaymaq olaraq insanları zəhərləməyə cəhd edən insanlara bir o vaxtdan nə olur ay cəmaət? Allaha min şükür, Azərbaycanlıyıq. Hamımız danışanda ağzımıza tüylü dovşan sığmır. Deyirik biz birik, biz beləyik, eləyik. Allahın bugünkü gündən min şükür. 44 günlük müharibədə udduq, hamımız birləşdik, hamımız şey oldu. İndi elə bilin ki, bu da sadəcə bir müharibədir, bu da bir düşmənçilikdir, bu da bizim bir düşmənimizdir. Bu düşmənlə qarşı-qarşıya çıxmaq üçün insanları maarifli eləmək lazımdır. İnsanlar ayıq olsun, insanlar bilikli olsun, insanlar belə şeyləri yeyib özünü zəhərləməsinlər və belə şeyləri satan insanlara qarşı durmaq lazımdır. İndi kommentariyada yazacaqlar. Biz tort istəyirik, neyiniyə? Tort istəyəndə dədələrimiz, babalarımız hidrogenləşdirilmiş qaymaqla süd tort pişirirdilər. Gələk tort bəzəhli olsun, üstündə nə bilim ləbləbli yazılsın. Belə şeylər olmur. Ona görə ki, bu şeyləri yazmaq üçün əlbəttə ki, belə bir iş gördünüz, gözünüzün qabağında elədim bunu. Bir dəqiqə belə vəziyyətə düşdü. İndi mən sizə göstərəcəm, hələ bura nə yaxın. Bu yağımızdır. Yağımızı əridirik. Bizim bu super ankor yağı deyən oğlanlar var, gədələr. Oğlan deməyəcəm, gədə deyəcəm. Həmən o elə şey evlərində, şirniyyat evində yaşayıb, bu margarinlə cəmaatı yedizdirib, zəhərləyən insanlara sahibidir, kimidir, fərqi yoxdur. Mən kişi oğlu kişiyəm, kişi sözümün də sahibiyəm. Yəni, belə gədələrə demək istəyirəm ki, ay gədələr, belə yağlarla insanları zəhərləməyin. Yəni, nəysə də, baxaqın görəyin necə əriyir. Qulaq asın görün, bax, bu gədə yağı nətər şırtıldayır. Bu sözü mən deməyə utanmıram. Ona görə ki, bu ədəbiyyat dilimizdir, Azərbaycan dilidir. Və gədələr belə yağlarla süni yağdır. Bu təbiətdə olmayan bir yağdır. Və təbiətdə olmayan bir yağı bizim qaraciyarımız, bizim orqanizmimiz onu tanıya bilmir deyən çox naqruskaya düşür. Və gələcəkdə xəstəliklərə, yəni çox fəsadlara gətirir, çıxardır. İndi tam bir dənə əriyir. Baxın. İlk öncə onu demək istəyirəm ki, o bəzi gədələrin ağzına tüklü dovşan sırmır, ankor yağı danışırlar, nə bilim nə danışır. Ankor da elə qəşəng yağ deyil ki, ay biz onunla pişirdik, bununla pişirdik. Baxın, belə bir yağlardan hazırlayırlar. Bu nədir? Margarindir. Plastilin iylənir. Plastik iylənir. Baxın, bizi deyil. Dəyərli izləyicilərim, baxın, əritdim bu yağı da, bax bu ankor yağını dırnaq arası bu gədələr yalandan danışırlar cəmaata. Həmən bu margarini də götürürlər, bizə dəqiqə. Margarini də götürürlər, qatırlar bunun içinə, baxın, bizə dəqiqə, bu biraz. Bax, əsl südə belə şey qatsaq, çürüyər. Bunu da qatırlar bunun içinə. Yağlı olsun, bizim qaymaqlarımız yağlıdır. Sonra da bunu qəşəng belə qarışdırırlar. Yağlaşoylu lap olur. Sarımtıl, yağlaşoy. Bax, belə bir zəhəri, bunun mənşəyi bilinməyən palma yağı, hidrogenləşdirilmiş yağ, suni yağı bu. Suni südlə qarışdırırlar. Baxın belə. İyində də Allah haqqı bomba iylənir. Təmiz deyirəm, qəşəng iylənir. Adam iylədikcə əsl plambir iylənir. Adam yemək istəyir, bir marojnadır. Amma ta düşünsək, tərkibini oxusaq, tərkibinə baxsaq, bilsək ki, bunun içində palma yağı natxodları, günə baxan yağı natxodları, hamısı gidralaşdırılmış yağlardır. Yəni, bu texniki bir maddədir, texniki maddə. Texniki maddəni, ona görə mən keçən videomda da demişdim ki, baxın, обязательно baxın ki, TU, texnические условия, texniki şəraitdə yaradılmış yağlar, yəni zəhərləmir ki, zəhərləyib həmən dəqiqə öldürmür. Bu yavaş-yavaş adamı öldürür. Belə şeylərə diqqət yetirməsə, siz bax bunu eləmir. Gördünüz? Allah, margarinlə qarışdı, lap super oldu. Sarımtıl, qaymaq deyil, gədələr, güdələr dediyi
kameramanınız üzümə baxır ki, əsəbləşib möhkəm danışsam, ona görə onu demək istəyirəm, biraz sakit danışmaq istəyirəm. Gədələr, güdələr, mənlikləri olmayan insanlar, belə şeylərlə insanlara zəhər verən insanlara demək istəyirəm ki, aki, biraz ya tortu pişirirsiniz, balaca pişirin, ucuz pişirin, əsl yağla pişirin. Pişirə bilmirsinizsə də, yalandan açıb elə şeyləri, yalandan tortlardan, ay kofe belə gəldi, o belə getdi. Zəhərlə zəhəri cəmaata yedizdirməyin. Cəmaatıma da demək istəyirəm ki, ay Azərbaycan xalqı, ay Azərbaycanlılar, biz həmişə birik axı, Azərbaycanlıyıq. Gəlin belə şeylərə yox deyək ki, sabahları xəstəxanaların qabağında qalmayaq. Sabahları apteklərin qabağında dərman olmayaq, dərman axtarmayaq, o dərman gəlmir, o ölkədən gətir, bu ölkədən gətir, bunu eləməyək. Baxın, bax, bunu da hazırladı. Elə bilin ki, bu bir tortdur da. Bax, həmən o tortun şeyidir. Bax, bunu da sizə mən göstərə bilərəm ki, bu mənim üçün oldu bir zivil. Bax, gördünüz, həmən tortdur. Zivildir. Bax, bunu yemək olmaz. Belə bir şeyi yeyən insan, bax, görürsünüz, bax, qaymaqdır. Allaha and olsun, gedib şirniyyat evində aldığınız tort yiyələnir. İrandan gələn zəhər, nə bilim, hansı belə fuflo yağlar, fuflo qaymaq fason şeylər var, üstünə halal yazan, halal yazırlar üstünə. Kameramanımız yanıma gözünü bərəldir ki, eləmə. Həmən o halal məhsullardan yalandan alladıb, sizi alladıb onu yedizdirirlər. Özünüzü zəhərləməyin, dəyərli izləyicilərim. Biraz diqqətli olun. Biraz özünüzə gedib evdə də şirniyyat hazırlaya bilərsiniz. Özünüz, dədə-baba usulundan və yaxud bildiyiniz adam hansı ki, hə, düzdür, əsl qaymaqdan hazırlansa bəlkə də belə forma saxlamayacaqdır, amma yediyiniz təbii olacaqdır. Yəni, necə deyim sizə, mən açığı desəm, Gəncədə olan ərəfələrimdə, Bakıda olan ərəfələrimdə darıxdığımdan, sadəcə darıxdığımdan öz maşınından bir taksi kimi fırlanırdım, darıxırdım. Bir dəfə elə oldu ki, bir sifariş gəldi. Həmən bax, belə bir şeylərdən yığdılar maşına. Mən maşına yığanda sual verdim. Dedim, axı o əsl qaymaq deyil. Dedi, əşi, cəmahat nə bilir, ma pul olsun. Yəni, o insan da məni görürsənsə də bir daha izah eləmək istəyirəm, o insan. Söhbət pulda deyil. Pul bu günləri var, sabahları yoxdur. Pulu biz qazanırıq, pul bizi qazanmır. Biz olmayandan sonra pula ehtiyac yoxdur. Ona görə onu demək istəyirəm ki, yeyəndə özünüz diqqət yetirin. Aldığınız məhsula, aldığınız tort evlərinə gedəndə bilin ki, sizi belə şeylə zəhərləyirlər. 50 manata tort alırsınız, bunun sebestoyumuzu Azərbaycan pulundan 2 manatdır. 2 manatlıq 1 litr budur. Qoy xəmirin də heç beləsi hazırı olmasın, özləri pişirən olsun. Xəmirin də 1 kilo unun qiyməti 60-80 qəpikdir. Nə qədər xəmir hazırlamaq olar? Margarinin də qiyməti, bax, bura görürsünüz, qalxdım bura, görün nətər oldu, bax. Bir dəqiqə, kameramanımız biraz yaxın gəlsin. Margarini qatandan sonra görün, bax, lırt. Bax, fikir verirsiniz, qaymaqdır, qaymaq. Yi, öl. Bax, bu yi, öl məsələsidir. Özünüzü, mən ona şey gətirirəm ki, bax, nəyə görə bizdə Azərbaycanda cəmaat bu qədər maariflənmək istəmir, ya, belə xoşu yoxdur və çox kommentarda bəzi insanlar oxuyuram, yazır ki, xeyri yoxdur, onsuz da alıb yeyirik, odur, budur. Elə şeylər eləməyin. Və mən başqa ölkələrdə də olam, başqa ölkələrdə də gedirəm, yaşayıram da, görürəm də insanlar yediyi şeylərə dəyər verir. Özlərində nəsə olsa da öz evladlarını zəhərləmək istəmirlər. Siz də öz evladlarınızı zəhərləməyin. Və buradan əslində bəlkə də bu videonu baxan da olacaqdır, demək istəyirəm. Hörmətli Azərbaycan Qida Agentliyidir, nədir, adı yadımdan çıxıb da, agentlik, qida, nə bilim, nəsə, buna demək istəyirəm, təhlükəsizliyi. Gedin bir diqqət yetirin, nəzər gətirin ki, bu tort pişirən evlər, şirniyyat evləri, haradasa bir diqqət yetirirlərmi ki, bu zəhəri mən cəmaata satıram. Sabahlara bu cəmaat onkoloji sentrin qabağında olacaqdır. Əməliyyat, bağırsaq, ciyar, böyrək, bağırsaq. Bunların hamısı xəst. Bunlardan əmələ gələn uşaqlar nə olacaqdır? Buduşiyə nasi. Bildiniz nə demək istəyirəm? Yəni, millətimizin gələcəyi sizin əlinizdədir. Ona görə hamınızı öpürəm. İnşallah kitabımı da gözləyin, kitabımı da hazırlayıram. Kitabda da yazacağım. Bunların hamısını açıqlama yazacağım. Kitabımı əldə edib baxa biləcəksiniz. Hamınızı öpürəm, bağrıma basıram. Necə deyim? Maç-maç quç-quçdan da deyirəm. Hamınızı çox istəyirəm.
Kanalımda abunə olub like verməyi unutmayın. Bunların hamısını çəkdiyim düzdür. Bəzi hallarda əsəbi oluram. Nəyə görə əsəbi oluram? Beynimdə informasiya çoxdur. Vallah, Quran haqqı, sit qürəklə deyirəm. Söhbət onda deyil, neçə yaş var, hansı 5 dənə universitet tutarıbsan, 1000 dənə. Yox, burada informasiya çoxdur. Bunu sizlə hamısını birdən paylaşmaq istəyirəm deyə. Arada bir əsəbləşirəm. Əsəbləşirəm nəyə? Özümə, sizə yox. Özümə əsəbləşirəm ki, bu informasiyanın hamısını birdən-birə elə bir dənə şunur olardı. Buna taxardım, siz də orada taxardınız özünüzə, informasiyanı zaqruzq eləyərdiniz. Təəssüflər olsun ki, o mümkün deyil. Ona görə çalışıram öz biliklərimi, mən nətər öz evladlarımı, öz yaxınlarımı, özümə şirin bildiyim insanları qoruyuram, sizə də onu tövsiyə eləyirəm. Mən ona görə ki, harda yaşayıram, yaşayayım. İstəyirsiniz Mazambikdə yaşayayım, istəyirsiniz Amerikada, Avstraliyada, Nova Zelandiyada, Grenlandiyada, Antarktidada, Afrikada, harda olum, mən Azərbaycanlıyam. Azərbaycanın da hər bir mən Azərbaycana gələndə, hər bir deyəndə, hər səfər Azərbaycana gələndə görürəm, qabağına notebook qoyan özünü xakir sayır, əlində götürüb belə şeyləri, belə zəhəri cəmaata satan özünü tort pişirən sayır, konditer sayır, ay mangol, olmaz. Bunu da deyim sizə, xahiş edirəm, bu videonu paylaşın, daha çox insanlar maarifli olsun, abunə olun kanala, irəli çəkin kanalı. Nə qədər ki biz bir-birimizdən belə olacağıq, o qədər sağlam nasiya olacağıq. Nə qədər ki insanlar hələ deyəcəkdir ki, "Моя хата с краю, ничего не знаю." Bilirsiniz nə deməkdir? Rus dilindən tam tərcüməsi. Mənim evim qıraqdadır, mən heç nə bilmirəm, qapını örtürəm. Amma unutma ki, elə eləyən hər bir insana deyirəm. Unutma, sən elə qapını örtüb öz evində acından öləndə, xəstəlikdən öləndə, nəsə öləndə qapını döyən olmayacaqdır. Başa düşürsünüz nə demək istəyirəm? Ona görə gələk hər bir insan bax gedib belə atxot mallardan sizə tort satanı, şirniyyat satanı, heç o gedin bir dənə bir yerə girin. Əslində videonu qurtarmaq istəyirdim, bir dənə bunu da deyim. Gedin bir dənə yerə girin, deyin cheesecake nə deməkdir? Ağızlarında da cheesecake adını oradan eşidiblər, bilmirlər nədir. Mən onlara cheesecake-in tarixini göstərirəm. Necə o pişirilir, necə hazırlanır, necə o verilməlidir, necə dadmalıdır, onu anladaram. Yəni onu da bilirəm. Amma təəssüflər olsun ki, cheesecake deyən bax belə zəhərdən sizə verir. Onu da bilmir o cheesecake nə deməkdir. Ona görə belə şeylərə, bax burada halal yazana, hər halal yazana inanmayın. Başa düşürsünüzmü? O vaxtı yəqin ki, Quran-ı Kərim yazılanda, Quran-ı Kərimdə Məhəmməd Peyğəmbər sallallahu əleyhi və səlləm bilmirdi ki, hidrogenləşdirilmiş palma yağı dünyaya çıxacaq, ona halal yazacaqlar. Nəysə. Hamınızı öpürəm, özünüzdən müğayət olun. Videoda nəsə nitə oldusa da hamınızdan dönə-dönə üzr istəyirəm. Yenə də inanıram ki, məni dərrakəsi olan, ağlı başında olan insan məni anlayacaq da. Allah Taala bizə ağıl verib. Nə üçün? Özümüzü idarə eləyib düşünmək üçün. Biz düşünmədən heyvan kimi gedib elə nə gəldi basıb yeyəcəksə də, onda elə biz heyvandan heç bir fərqimiz yoxdur. Öpürəm hamınızı. Maç-maç, quç-quç.